Hüseyin mənə zəng elədi, dedi ki, Sədar bəy, biz səhər yemək istəyirik. Gələrsin, dedim, əlbəttə. Gəldik, Atatürk Parkında ümumi bir zalda oturduq, ayrıca kabinetdə yox. Zalda da 40'a yaxın adam var idi. Evet, siz onlarla bir yerde oturdunuz yani. Hamı ilə bir yerdə, bəli, küçədən də adamlar gəldi. Deyək gizlin görür. Bu gizlin görüş buna deyil. Çörəyimizi yemişik. Götürüblər. Atatürk Parkında bunlar görüşüb. Atatürk Parkında. Atatürk Parkı bilsən haradadır? Bilirim. İsa Qəmbər'in evinin qabağında. bəli. Səna Hüseynovun evinin qabağında. Bəli. Bəs mən bu adam öz evin qabağına çıxıb da sən bunu Atatürk Parkında görüşməyi ittiham kimi irəli sürür. Atatürk Parkında. Bu bir. İkincisi, bir zalda 50 adamın içində 4 nəfər oturub çörək yiyib. Bunu nəyə gizlin görüşdü? Bunu niyə belə bəzi xalqa əcəb eləm, gizlin görüşərimi? Siyasi partiyalardan mənə icazə ver gizlin görüş. Sənə nə dəxli var? Mən siyasi işim haqqında sən hesabat verməliyəm. Mən istəyərəm Amerika səfiri ilə görüşərəm. Mən istəyərəm Səna Hüseynlə görüşərəm. İstəyərəm X ilə görüşərəm. Sənə nə dəxli var? Sən niyə bunu mətbuata məlzəmə eləyirsən? Bəyəm sənə hesabat verməliyəm mən kimlə görüşürəm? Mən başım çıxmır. İndi məcbur eləyək ki, mən bunların Azərbaycanda apardığı siyasətı bir dəfə tam ifk eləyəm, ağıllar başlarına gəlir. İti qurdu mənə hürdürməsinlər.